Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Azərbaycanda gündəmi silkələyən hadisələr davam edir. Daha bir icra hakimiyyətində kütləvi ixtisar baş verib, 54 nəfər işdən azad olunub. Dövlət qulluğunda mühüm dəyişiklik gözlənilir. Mükafat sisteminin ləğvi müzakirə olunur. Prezident İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə bağlı başsağlığı verib. Bununla yanaşı ölkədə pensiya sistemi ilə bağlı yeni və mühüm qərar gündəmdədir. Hansı şəxslərə ömürlük pensiya təyin olunmalıdır? Bütün bu və digər aktual xəbərləri operativ şəkildə izləmək üçün kanalımıza abunə olun. Videonu bəyənin və fikirlərinizi şərhlərdə bölüşün. Gündəm sizə çatdırılır, bizi izləməkdə qalın. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb. Oxu Az Azərtaca istinadən həmin məktubun mətnini təqdim edir. Bütün Gürcüstanın Katolikos Patriarxı, zəmanəmizin görkəmli din xadimi, 2 İlya Həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. 2 İlya Həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əminamanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə 2 İlya Həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır. Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində 2 İlya Həzrətlərinin böyük xidmətləri olmuşdur. Bu ağır itkinin kədərini bölüşür, sizlər bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüzünlə başsağlığı verirəm. Yerli icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağdam rayon icra hakimiyyətində ixtisara düşən işçilərin sayı məlum olub. Oxu Azın əldə etdiyi məlumata görə, aparılan islahatlar nəticəsində icra hakimiyyətində 60 vəzifə ləğv edilib. Həmin vəzifələrdə çalışanlardan 6 nəfər icra hakimiyyətində müxtəlif vakant vəzifələrə təyin olunsa da, hazırda 54 nəfər işsizdir. Ağdam rayon icra hakimiyyətinin başçısı Rafiq Həsənovun sərəncamı ilə vəzifəs vitvənhəni şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 52 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi, baş mühasibidir. 8 nəfər isə Ağdam rayon icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır. Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu rayon icra hakimiyyətinin 14 əməkdaşı, Tovuz icra hakimiyyətinin 33 əməkdaşı, Cəlilabad rayon icra hakimiyyətinin 38 əməkdaşı, Quba rayon icra hakimiyyətinin 36 əməkdaşı, Göyçay rayon icra hakimiyyətinin 27 əməkdaşı, Lənkəran şəhər icra hakimiyyətinin isə 44 əməkdaşı, Bərdə rayon icra hakimiyyətinin isə 43 əməkdaşı vəzifələrindən azad ediliblər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliyə görə əmək pensiyasının müddətsiz təyin olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Oxu Az xəbər verir ki, iddiaçı 2017-ci ildən dövlət qulluqçusu kimi ikinci qrup əlilliyə görə əmək pensiyası alıb və bu pensiya əlillik dövrü üçün təyin olunaraq 2022-ci ilin iyul ayına dək ödənilib. Həmin tarixdən ödəniş dayandırılıb. İddiacı pensiya yaşına çatdığını əsas gətirərək, əlilliyə görə təyin edilmiş əmək pensiyasının müddətsiz hesab olunmasını və dayandırılmış ödənişlərin bərpasını tələb edib. Cavabdeh inzibati orqan isə onun sığorta stajının 25 ildən, dövlət qulluğu stajının isə 15 ildən az olduğunu bildirərək müraciəti təmin etməyib. Bundan sonra məhkəməyə müraciət edən şəxsin şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən rədd olunsa da, apellyasiya instansiyası bu qərarı ləğv edərək iddianı təmin edib və pensiyanın müddətsiz hesab olunması qənaətinə gəlib. Cavabdeh həmin qərardan kassasiya şikayəti verib. Ali məhkəmə kassasiya şikayətini təmin etməyərək
apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Qərarda bildirilib ki, şəxs əlillik dövründə pensiya yaşına çatdığı halda və həmin anda əlillik statusu qüvvədə olduqda, əlilliyə görə əmək pensiyası ömürlük, müddətsiz təyin edilməlidir və bunun üçün əlavə müraciət tələbi yoxdur. Məhkəmə kollegiyası qərarında əmək pensiyaları haqqında qanunun 32.2-ci maddəsini geniş təhlil edərək bildirib ki, həmin normada pensiya yaşına çatmış əlillərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi imperativ qaydada nəzərdə tutulub və bu zaman əlilliyin yenidən qiymətləndirilməsi və ya şəxsin əlavə müraciəti şərt kimi müəyyən edilməyib. Qanunun mətnindən göründüyü kimi, tələb olunan əsas şərt şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və həmin anda əlillik statusunun mövcud olmasıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, şəxsə əvvəllər əlilliyə görə pensiya müəyyən müddət üçün təyin olunmuş olsa belə, həmin müddət ərzində pensiya yaşına çatdığı halda onun pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu hüququn reallaşdırılması əlavə formal prosedurlarla məhdudlaşdırıla bilməz. Qərarda vurğulanıb ki, pensiya hüquqlarının təmin edilməsi inzibati orqanın xidməti vəzifəsidir. İnzibati icraat haqqında qanunun prinsiplərinə əsasən, inzibati orqan yalnız şəxsin əleyhinə olan halları deyil, onun xeyrinə olan halları da araşdırmalı, hüquq və vəzifələrini izah etməli və qanunun tətbiqini öz təşəbbüsü ilə təmin etməlidir. Qanunda birbaşa nəzərdə tutulmayan formal tələblər şəxsin sosial təminat hüququnun həyata keçirilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə bu baxımdan əlavə müraciət tələbini qanunun məzmununa uyğun hesab etməyib. Dövlət qulluğunda əmək haqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur. Oxu Az reporta istinadən xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi dövlət qulluğu haqqında qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb. Belə ki, yeni yanaşmaya əsasən dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatlara əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əmək haqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq. Əvvəlki qaydalara əsasən isə dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının 3 misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi. Beləliklə, aparılan dəyişikliklər nəticəsində əmək haqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək. Dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.